Salam hörmətli izləyicilər, sizə Sumqayıt şəhərindən son dərəcə narahat edici bir xəbəri təqdim edirik. Şəhərdə yerləşən 9 və 11 sayılı yataqxanalarda yaşayış şəraiti artıq insan həyatı üçün real təhlükəyə çevrilib. Məsələnin təfərrüatları video reportajda. Sumqayıt şəhərində yerləşən 9 və 11 sayılı yataqxanalarda yaşayış şəraiti son dərəcə acınacaqlıdır. Sakinlər uzun müddətdir ki, ciddi şəraitsizlik, kommunikasiya problemləri və təhlükəsizlik riski haqqında müraciətlər edirlər. Yataqxanalarda, mərtəbələrdə və elektrik şitlərində tez-tez yanğın halları baş verir. Sanitar qovşaqları, kanalizasiya və su boruları tamamilə yararsız vəziyyətdədir. Mən İsmailova Tamila, 9 nömrəli, 42-ci məhəllə, 9 nömrəli yataqxana, 1-ci mərtəbədə qalıram. Tək mən yox, hamı şikayətçidir. Bax, tualətə bax, tualət yaman gündədir, su damlayır oradan. Bütün hər yer, yəni pis haldayıq da, yəni. Ondan sonra, indi kuxnamıza bax, gör, kuxnamız, bir dəfə gəldilər, çəkiliş elədilər, televizorda göstərdilər, yenə həmin şey oldu. Yəni, bizə baxan yoxdur. Bütün ofislerlər dəyişildi. Gəlsinlər bizə də bir yardım eləyib, bizi də bir kötüsünlər. Valla balkonlarımız yaman gündədir. Aşacaq bir günləri sonra deyəcəklər ki, camaat qırılıbdır. Amma diri-diri bizi niyə öldürürsünüz? Gəlin bir baxın da. Boruların tutulması səbəbindən su təchizatı və kanalizasiya işlək deyil. Xüsusilə 11 sayılı yataqxanada vəziyyət daha da ağırdır. Burada bir müddət əvvəl qaz sızması ilə bağlı partlayış baş verib və bir ailənin 2 üzvü həlak olub. Həmin hadisədən sonra yataqxanaya qaz verilişi tamamilə dayandırılıb və bu günə qədər bərpa edilməyib. Sakinlər bu məsələni ayrıca ciddi bir problem kimi qeyd edirlər. Ümumilikdə hər iki yataqxanada yaranmış vəziyyət sakinlərin həyat və sağlamlığı üçün təhlükə yaradır və təcili müdaxilə tələb olunur. Məmmədova Zöhrə, bu binanın sakiniyəm. 20 ildir burada yaşayıram. Mən gələndən bu binanı hələ belə görmüşəm. Padvalları su, evləri uçuq, neçə dəfə Koxnuda orada avariya olub. İndi də alışıb yanıb bura, evim az qaldı alışlı yansın, 1-ci mərtəbədə oluram, nəmişlikdən evdə otura bilmirəm. Mən buraya gələndə mənim əlim, ayağım revmatizm xəstəliyi tapmışam. İlin 6 ayında mən müalicələrdə oluram. Bilmirəm, qazandığımı yeməyimi verim, yoxsa ki müalicəmə verim.